Sahiblənməyi qadağan olunan 5 məhsul. 5-ci yer aydaşları. NASA tərəfindən gətirilən aydaşları ABŞ hökumətinin mülkiyyətidir və fərdi şəxslərə satıla bilməz. 4-cü yer Kinder sürpriz yumurtaları. Uzun illər ABŞ-da bu yumurtalar qadağan idi. Səbəb içində yeməli olmayan obyekt olması qanuna zidd idi. 3-cü yer Çinə məxsus böyük pandalar. Dünyadakı bütün pandalar Çinin mülkiyyətindədir. Başqa ölkələrdəki zooparklar onları sadəcə icarəyə götürürlər. İldə təxminən 1 milyon dollar və doğulan balalar da avtomatik Çinə məxsus olur. 2-ci yer Coca-Cola'nın orijinal resepti. Bu satılıq deyil. Resept Atlantadakı xüsusi bir seyfdə saxlanır və sirri cəmi bir neçə nəfər bilir. 1-ci yer əsl Oskar mükafatı. 1951-ci ildən sonra istehsal olunan Oskar heykəlciklərini satmaq qadağandır. Qazanan şəxs onu satmaq istəsə, qaydalara görə əvvəlcə akademiyaya $1 təklif etməlidir. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.